Hər kəs salamlar. YouTube kanalıma xoş gəlmisiniz. Mən yenə təbiətlə bərabərəm və sizin üçün buradayam. Oxuduğum çox qəşəng bir kitab var. Ağzamalar ölkəsinə və bu kitab qısa müddətdə başlamışam, orta müddətdə başlamışam. Həyatımda o qədər çox şey təsir göstərir ki, oxuduğum qəşəng hissələr var. Məsələn, bugün məni çox kövrəldən bir parça var. İstəyirəm ki, bu parçanı sizinlə paylaşım. İcazənizlə tapım. Aha, burada bir hissə var. Deyir ki, ziyalı olmağınız sizin imtiyazınız deyil. Hakimiyyətə yiyələnmək, şöhrət qazanmaq, toxu yaşamaq haqqı da deyil. Ziyalılığınız sizin məsuliyyətiniz və xidmətinizdir. Siz xalq üçün yanan məşəllərsiniz. Məşəlləri yandırandan sonra qapaq altında qoymurlar. Bacardıqca yüksək bir yerə qoyub, daha geniş çevrəyə işıq salmasına çalışırlar. Kitab insan yetişdirilməsi mövzusunda çox dərin analizlərə sahib bir kitabdır. Hətta bundan parça bir hissə var idi. Bundan öncə bir parça var idi. Mən o parçanı avtobusda oxudum. Çox, dəhşətli dərəcədə duyğulanmışdım. Ağlamaq istedim çünki tamamilə mənim gördüyüm, müşahidə etdiyim şeyləri kitabda görməyə çox fərqli hiss etdirirdi. Kitabın bu parçası mənə şey dedi. Məsələn, biz yetişdirmək kimi şeyləri adətən düşünürük ki, çox yüksək səviyyədə, çox yüksək vəzifədə bir insan ancaq başqa bir insanı yetişdirə bilər. Hansı ki, əsl cümlənin içəriyi də o idi ki, ziyalı olmağın sənin vəzifən, yaxud da maddiyyatın, hansı rütbədə olmağından asılı deyil. Bu, sənin necə bir keyfiyyətdə olmağından asılıdır. Və ümumiyyətlə, öncə də qeyd etdim, kitab sırf ki, insan yetişdirməyə fokuslanıb. O qədər qəşəng nümunələr var, içi parçalayan bir nümunələr var. Bax, bilirsən, mən də çevrəyə baxanda düşünürəm ki, mən əgər bu yerə gəlmişəmsə, hal-hazırda buradayamsa, hal-hazırda sənin qarşındayamsam, mənim həyatımda sadəcə müəllimlərimin və işlədiyim insanların rolu yoxdur. Yəni, sadəcə onlar deyil, başqa insanların da rolu var. Bilirsən, bax, məsələn, məktəbdə həmişə bizə şirniyyat satan xala var idi və o qədər qəşəng mehriban davranırdı. Bizim ehtiyacımız nə idisə onu anlayıb, onun üçün şərait yaradırdı. Məsələn, həmin xala mənim həyatımda, mənim yetişməyim üçün çox böyük bir rol oynayır. Bəlkə məktəbdə məzun olanların böyük bir qismi onu unudub, bəlkə xatırlayırlar. Amma rəfiqəmlə mən həmişə danışırıq. Və gördüm ki, bəli, mənim yetişməyimdə o da ciddi bir şəkildə təsir göstərir. Bu arada üzümə işıq yenə fərqli şəkillərdə düşə bilər, çünki günəşin altındayam, ağaclar var, hətta təbiət, quşların səsi, qarşımda qəşəng bir pişik oturub və çox möhtəşəmdir. Mənim yetişməyimdə sadəcə rütbəli, vəzifəli şəxslər deyil, başqa insanlar da var. Mən keçənlərdə bir neçə ay öncəsində avtobusda yolumu itirmişdim və yanlış yola getmişdim, gecə idi. Biraz tədirgin oldum, narahat oldum. Oradakı avtobusa sürən dayı mənim üçün çox qəşəng bir şərait yaratdı. Mənim evə getməyimi təmin edəcək bir mühit formalaşdırdı. Danışdı, digər avtobus sürənlər ki, necə getməyim lazımdır və s. Və məni 30 durub dedi ki, qızım, narahat olma, hər şey qaydasındadır. Düzdür, çox narahat deyildim, güvənirdim çünki. Amma məsələn, mən o dayını heç vaxt unutmayacağam. Çünki o qədər qəşəng yanaşmışdı ki mənə. Bilirsiniz necə? Bir insanın hansı keyfiyyətdə olması, bəzən biz düşünürük ki, bəli, rütbə təsir göstərir. Rütbə dediyim, yəni hansı pillədə olmaq, müəllimsənmi, həkimsənmi, təhsil deyək, təhsil ya da başqa şeylər sən təsir göstərir, əlbəttə göstərir. Amma sadəcə o deyil. Bilirsən, həyat ya da insanlar o qədər fərqlidir ki, sən kimisə qəlbə sala bilmirsən. Bu da onu deyir ki, sən ziyalı kəlməsini ya da keyfiyyətli insan kəlməsini hər hansı bir qəlbə salma. Düşünmə ki, ziyalı olmaq sadəcə rütbədən, sadəcə, hətta burada şey deyir, tox yaşamaq, bunlar deyil ziyalı olmaq. Bax, həyatında bəlkə də mənim kimi çox fərqli insanlar görmürsən. Mən necə o insanları görmüşəmsə, sən də fərqli insanlar görmürsən. Bəlkə o məktəbin direktorudur. Bəlkə çox yüksək bir vəzifədə olan biridir. Bəlkə sadəcə avtobusa belə baxıb güldüyün uşaqdır ya da başqa biridir. Onlar da ziyalıdır, bilirsən. Deyir ki, ziyalı olmaq sadəcə maddiyyat ya da toxluq bunlarla əlaqəli deyil. Ziyalı olmaq sənin keyfiyyətinlə əlaqəlidir. Və mən çevrəmə baxdım, nə qədər belə insanlar var. O qədər çoxdur ki, bu insanlar mənim ətrafımda. Və mən düşünürəm ki, hər zaman onları görəndə, başqa insanlarla sonra söhbət edəndə deyirəm ki, mənim həyatımda həqiqətən çox dəyərli insanlar var. Bilirsən necə? Keçən videolarımdan birində mühitlə bağlı paylaşmışdım. Bu da əslində bir yerdə ona gəlir, çıxır. Və bilirsən nədir? Sənin düşdüyün mühitlə bağlı deyil əslində bu cümlə. Sən necə bir mühit yaradırsandır cümlə. Çünki məsələn biz insanlar, günəş oradan çox qəşəng vurur və mən həmişə arxaya gedirəm.
Bilirsən, biz insanlar hər zaman yaxşı insanlar axtarırıq. Dürüst olanları, mərhəmətli olanları, yaxşılıq edənləri, cəsarətli olanları ya da bizə uyğun olanları axtarırıq. Elə eyni dəyərdə olduqlarımızı. Bəs heç düşünmüşümü? Görəsən mən həqiqətən başqasının axtardığı dürüst insanam? Ya da başqasının axtardığı cəsarətli insan mənəm? O olmağa çalışmışıqmı, yoxsa sadəcə onu mı axtarmışıq? Bax, budur məsələ. Hər zaman o sual, cümlə fikri var ki, doğru insan axtarma, doğru insan ol. Doğru insan olmaq bilmirəm nə qədər doğrudur. Ümumiyyətlə bu ifadə hər kəsə görə dəyişə bilər. Məsələ sənin başqasının axtardıqlarının sənin özündə olub olmamasıdır. Çünki keçən videomda mühitlə bağlı çox danışmışdım ki, inşallah hər zaman doğru qəşəng mühitlərdə olarıq. Və eyni zamanda nəzərə al ki, bilirsən necə, həmişə bizə deyirlər, sən çevrəndəki 5 şəxsin ortalamasısan. Eləmi? Və səni kiminsə ətrafındakı 5 şəxsən bunu da bil, buna da əmin ol. Və düşün ki, sən çevrənə necə təsir göstərirsən, sən onlara nə qatırsan. Axı, bəzən bizə çox öyrədilib. Bilirsən necə, paradoksdur da, bir mühitə, bir kütləyə öyrədilib ki, çoxu ver, səndə olan hər şeyi ver. Sonra digər kütləyə öyrədilib ki, digər nəslə öyrədilib ki, sən hər şeyi al, çevrədən al. Balans önəmlidir. Buradakı cümlə mənə balansın bir yerdə də əhəmiyyətini ötürürdü. Bir cümlə ilə, düşün ki, avtobusa cümləni oxuyuram və belə baxıram. Ondan sonra uzun bir fasilə verdim. Kitab oxumadım, bağladım və düşünürəm, sadəcə düşünürəm. Mənə görə kitab oxumaq sadəcə onu oxuyub getmək deyil, mənimsəməkdir. Dəfələrcə oxumuşam. Sən bir ziyalılıq sənin məsuliyyətindir, sənin xidmətindir. Sən başqasından xidmət alırsan, bəli. Eyni zamanda sən də xidmət verirsən. Sən başqalarının doğruluğundan, cəsarətindən qaynaqlanırsan, bəli. Və sən də bunu ötürmən gərəkir. Məcbur deyilsən, bəlkə də məcbursan. Bax, bunun cavabını sən verirsən. Məcbursan, məcbur deyilsən, mən bilmirəm. Bunu sən bilirsən. Amma mənim demək istədiyim bu bərabər gedənlik yoldur. Kimsə sənə işıq olursa, bir yerdə sən də başqalarına işıq olursan. Ya da kimsə səndən bir yerdə bir qaranlıq göstəribsə və o perioda düşmüsənsə, qaranlıq bir perioda düşmüsənsə, düşün. Sən bunu başqalarına göstərirsənmi? Bəlkə göstərmisən, bəlkə göstərməmsən. Maraqlıdır. Və niyə buradayam, niyə sənləyəm? Özümə deyirəm ilk başda ki, anla ki, sən başqalarına hansı yolda dəstək olursan. Sən öyrənmisən, sən bunu yaşayırsan, sənin ətrafında çox qəşəng insanlar var. Bəs sən başqalarının ətrafındakı çox qəşəng insansanmı? Yəni, məndən ayrılandan sonra, mənlə bir dostluq ya da tanışlıq periyodundan çıxan bir insan mənim haqqımda nə deyər? Bu şey deyil, kimisə mənim haqqımda nə deməsi çox önəmli deyil. Bu yanaşma deyil, bu mövzunu bağlayıraq kənara. Mənə önəmli olan, mən nə qatmışam həqiqətən, mənlə bağlı olan hissədir. Çünki burada sənin vicdanın var, sənin məsuliyyətin, missiyan var, sənin kim olduğun önəmlidir. Bu kitabı oxu, amma nə qəşəng günəş düşdü. Amma nə zaman hazırsansa bax o vaxt oxu. Çünki bəlkə 3 ilə yaxındır, bəlkə 3 ilə yaxındır ki, bu kitab məndədir. Və mən indi oxuyuram. Və həqiqətən də oxumalı olduğum dönəmdəyəm. Tamamilə mənimsədiyimi hiss etdiyim dönəmdəyəm və o zaman oxuyuram. Bəlkə, bu arada dəfələrcə oxumağa çalışmışam. Dəfələrcə başlayıb yarıdan biraz səhifəsində 20 səhifəyə qədər oxuyub saxlamışam. İndi oxuyuram. Və bəlkə də bunu oxuyuram çünki artıq həyatıma tətbiq etməmin zamanıdır. Mənim sən demək istədiklərim bu qədər. Mən burada səninləyəm və istəyirəm ki, sən də burada mənimlə olasan, məni dinləyəsən, özün dinləyəsən. Məni deyil. Bax, bilirsən necə? Sanki mənim əlimdə bir işıq var. Hər nədirsə o işıqla bu şəkildə sənə yolu göstərməyə ya da sənə səni göstərməyə çalışıram. Sən özünə bax. Məni boş ver. Mən sadəcə burada danışan bir insanam. Bəlkə izləyirsən, bəlkə izləmirsən, fərq eləmir. İzləyirsənsə ki, bunu işləyirsən. Özünə bax. Çünki sualların cavabı oradadır. Sənin buradan çıxaracağın nəticə səndədir. Mən bunu öyrənmişəm. Sən nə öyrənəcəksən? Bax, o sənin üçün çox önəmlidir. Yenə bir YouTube videomuzun sonuna çatdıq. Orada bir şey çox qəşəngdir. Öz üçün zaman keçirdir. Belə. Əziz yoldaş, özünə yaxşı bax. Axtardığın hər şey əslində bir yerdə də sənin özündədir. Növbəti videolarımda görüşəndək və əgər bu videonu izlədinsə, like, comment, fikirlərini paylaş. Bilim ki, sən həqiqətən oradasan. Hətta çevrənə də paylaşa bilərsən. Niyə də olmasın? Elə deyil.